Müalicə dövründə ailələri rahatsız edən durum febri qıcolmalar olmasıdır. Biz nəyə febri qıcolma kondisyonu deyirik? Əgər uşaq 6 ay 60 ay aralığında isə, uşaqda daha öncədən keçirilmiş qızdırmasız növbət öyküsü yoxsa, alt tərəfdə mərkəz sistem infeksiyon, yəni meningit, ensefalit yoxsa və metabolik xəstəlik yoxsa, biz buna febri konvizyon deyirik. Sadə və komplik olur. Sadə febri konvizyonda qıcolma tutması generalize olur, 15 dəqiqədən qısa sürür və 24 saatlə təkrarlanır. Komplikə febri konvizyonda isə qıcolma tutması lokal olur, yəni sadəcə üzü və ya qolları və ya bacaqları etkiləyir, 15 dəqiqədən uzun sürür və 24 saat ilə təkrarlayır. Febri konvizyon təkrarlaya bilirmi? Bəli. Nə zaman, hansı hallarda olur bu? Əgər uşaq 1 yaşın altında isə, ailədə febri konvizyon və ya epilepsi öyküsü varsa, uşaqda qızdırma 24 saatdan az sürmüşsə və 8-39 dərəcədə qıcolma tutması keçirmişsə, özəlliklə oğlan uşaqlarında febri konvizyon təkrarlaya bilər.